Oğlaq Bürcü 7 may 2025 Oğlaq Bürcü üçün günlük proqnoz. Bugün oğlaqlar üçün introspektiv və sakit bir gün ola bilər. Özünüzlə və gələcək planlarınızla bağlı düşünmək üçün münasib şərait yaranır. Gün ərzində özünüzə yönəlmək və daxili balansı qorumaq əhəmiyyət daşıyır. Tələsik qərarlardan çəkinmək, məsələlərə dərinliklə yanaşmaq sizə daha düzgün istiqamət verə bilər. İş həyatında bugün səbir və diqqət tələb olunur. Gözlənilməz dəyişikliklər baş verə bilər, buna görə çevik və uyğunlaşa bilən davranmaq vacibdir. Əgər yeni bir layihəyə başlamağı düşünürsünüzsə, əvvəlcə planlamanı tamamlamaq daha məqsədə uyğundur. Əməkdaşlarla açıq və dürüst ünsiyyət uğurlu nəticələr verə bilər. Şəxsi münasibətlərdə qarşı tərəfin duyğularına həssas yanaşmaq faydalı olacaq. Əgər münasibətlərdə müəyyən anlaşılmazlıqlar yaşanırsa, sakit bir üslubla söhbət etmək üçün uyğun zamandır. Daxili sabitlik münasibətlərə də pozitiv təsir göstərə bilər. Maddi məsələlərdə ehtiyatlı olmaq tövsiyə olunur. Bugünkü enerjilər qənaətcil və planlı hərəkət etməyə yönəlikdir. Gələcək üçün maliyyə strategiyalarınızı yenidən gözdən keçirmək üçün əlverişli zamandır. Sağlamlıq baxımından emosional və fiziki yorğunluq hiss edə bilərsiniz. Enerjinizi bərpa etmək üçün gün ərzində qısa fasilələr və təmiz hava ilə təmas yaxşı təsir göstərə bilər. Özünüzə qarşı diqqətli və şəfqətli olmaq ümumi rifahınızı gücləndirəcək. Bugün oğlaqlar üçün dərin düşüncə, planlama və daxili sakitliklə keçə biləcək bir gündür. Tələsmədən məqsədli və ayıq yanaşmalarla uğurlu addımlar atmaq mümkündür. Dolça Bürcü 7 may 2025 Dolça Bürcü üçün günlük proqnoz. Bugün dolçalar üçün yaradıcılıq və fərqlilik ön plandadır. Gündəlik həyatınıza yeni ideyalar və yanaşmalar qatmaq üçün ilham dolu bir zamandır. Qarşınıza çıxan qeyri-adi situasiyalar sizdən fərqli düşünmə və çevik reaksiya tələb edə bilər. Daxili azadlıq ehtiyacınız artacaq və sizi məhdudlaşdıran çərçivələrə qarşı səbiriniz azalacaq. İş sahəsində fərqli fikirlərlə çıxış etmək və yeniliklərə açıq olmaq uğur gətirə bilər. Komanda işində orijinal ideyalarınız diqqət çəkəcək. Rəhbərlik və ya həmkarlarla münasibətlərdə bəzən fikir ayrılıqları yaşansa da, konstruktiv dialoqla həll mümkündür. Tək başına işləmək bugün daha məhsuldar ola bilər. Şəxsi münasibətlərdə sərbəstlik istəyi ön plana çıxa bilər. Münasibətlərdə boğucu və məhdudlaşdırıcı davranışlardan uzaq durmağa çalışın. Eyni zamanda qarşı tərəfin ehtiyaclarını da nəzərə almaq balans yaratmaq üçün vacibdir. Səmimi və dürüst ünsiyyət münasibətləri gücləndirəcək. Pul məsələlərində gözlənilməz xərclər gündəmə gələ bilər. Planlaşdırılmamış alış-verişlərdən çəkinmək və büdcənizə sadiq qalmaq tövsiyə olunur. Uzunmüddətli maddi hədəflərinizi yenidən gözdən keçirmək faydalı ola bilər. Sağlamlıq baxımından enerjiniz dalğalı ola bilər. Zihninizi sakitləşdirmək və stressdən uzaq durmaq üçün rahatladıcı fəaliyyətlərə zaman ayırmaq əhəmiyyətlidir. Fiziki hərəkət və açıq hava sizə müsbət təsir göstərə bilər. Bugün dolçalar üçün fərqlilik, daxili azadlıq və yaradıcılıq günü ola bilər. Qərar verməzdən əvvəl düşünmək və balanslı yanaşmaq sizə uğur gətirəcək. Balıq Bürcü 7 may 2025 Balıq Bürcü üçün günlük proqnoz. Bugün balıqlar üçün emosional dərinlik və intuitiv güc ön planda olacaq. Hissləriniz güclənə bilər və başqalarının niyyətlərini daha asanlıqla anlaya bilərsiniz. İncə detalları sezə bilmək sizə həm şəxsi, həm də peşəkar sahələrdə üstünlük qazandıra bilər. Qərarlar verərkən daxili səsinizə qulaq asmaq faydalı olacaq. İş həyatında diqqətinizi cəmləməkdə çətinlik çəksəniz də yaradıcılıq tələb edən işlərdə uğur qazana bilərsiniz. İdeyalarınızı paylaşmaqdan çəkinməyin. Bugün yaratdığınız konseptlər digərlərinin marağını cəlb edə bilər. Rəhbərliklə və həmkarlarla münasibətlərdə anlayışlı və sakit davranmaq müsbət nəticələr verəcək. Şəxsi münasibətlərdə duyğusal yaxınlıq arzulaya bilərsiniz. Qarşı tərəfdən anlayış və qayğı gözləmək təbiidir, lakin öz hisslərinizi də açıq şəkildə ifadə etməyə çalışın. Ailə üzvləri ilə dərin söhbətlər və səmimi anlar münasibətləri daha da gücləndirəcək.
Pul məsələlərində diqqətli və realist yanaşma vacibdir. Gözlənilməz gəlirlər və ya kiçik fürsətlər qarşınıza çıxa bilər, lakin xərclərdə ölçülü olmaq tövsiyə olunur. Planlı hərəkət etsəniz, maddi sabitliyi qorumaq mümkün olacaq. Sağlamlıq baxımından həssas ola bilərsiniz. Enerjinizi balansda saxlamaq üçün istirahətə və zehni rahatlığa zaman ayırmaq əhəmiyyətlidir. Musiqi, meditasiya və ya təbiətdə gəzinti bugün ruhunuza müsbət təsir göstərə bilər. Bugün balıqlar üçün daxili səsə qulaq asmaq, emosiyaları düzgün yönləndirmək və anlayışlı yanaşmalarla həm işdə, həm də şəxsi həyatda tarazlıq yaratmaq mümkündür. Qoç bürcü 7 may 2025 Qoç bürcü üçün günlük proqnoz. Bugün qoçlar üçün dinamizm və təşəbbüskarlıq ön planda olacaq. Enerjiniz yüksəkdir və yeni işlərə başlamaq üçün motivasiya hiss edə bilərsiniz. Lakin tələsik və düşünülməmiş addımlar riskli nəticələr verə bilər. Hədəflərinizə çatmaq üçün səbirli və planlı olmaq vacibdir. İş həyatında liderlik qabiliyyətiniz parlayacaq. Komanda işində söz sahibi ola bilərsiniz, lakin egoya qapılmadan hərəkət etməyə çalışın. Yaxşı təşkil olunmuş və konkret məqsədə yönəlmiş fəaliyyətlər sizə uğur gətirəcək. Əgər qarşınıza çıxan bir fürsət varsa, onu diqqətlə dəyərləndirin. Şəxsi münasibətlərdə biraz impulsiv davranışlar müşahidə oluna bilər. Qarşı tərəfə öz fikrinizi qəbul etdirmək istəyə bilərsiniz, amma qarşılıqlı anlayış və kompromis bugün üçün daha faydalıdır. Münasibətlərdə səmimiyyət və açıq ünsiyyət önəmlidir. Pul məsələlərində daha diqqətli olmağınız tövsiyə olunur. Gözlənilməz xərclər ortaya çıxa bilər, buna görə büdcəyə nəzarəti itirməməyə çalışın. Yeni maliyyə qərarları verməzdən əvvəl yaxşı düşünmək faydalı olacaq. Sağlamlıq baxımından enerjiniz yüksək olsa da, fiziki gücünüzü düzgün paylaşmaq önəmlidir. Həddindən artıq aktivlik yorğunluğa səbəb ola bilər. İdman və hərəkət sizə yaxşı təsir etsə də, dincəlməyə də vaxt ayırmaq balans üçün vacibdir. Bugün qoçlar üçün təşəbbüs və fəaliyyət günü olsa da, düşünülmüş və balanslı addımlar atmaq uzun müddətli uğur gətirəcək. Öz gücünüzə inanın, amma səbirli və çevik olun. Boğa bürcü 7 may 2025 Boğa bürcü üçün günlük proqnoz. Bugün boğalar üçün sabitlik və praktik düşüncə ön plandadır. Gün ərzində hadisələrə real yanaşma və səbirli davranış sizə uğur gətirə bilər. Gözlənilən nəticələr biraz gec gəlsə də, əzm və səbir sayəsində məqsədinizə çatmaq mümkündür. Detallara diqqət etmək işlərinizin daha da səmərəli olmasına kömək edəcək. İş sahəsində məsuliyyətlər artan xətt üzrə gedə bilər. Yarımçıq qalmış işləri tamamlamaq üçün əlverişli gündür. Sakit, planlı və diqqətli davranışınız həmkarlar və rəhbərlik tərəfindən müsbət qarşılanacaq. Yeni layihələrə başlamaqdan əvvəl analiz aparmaq tövsiyə olunur. Şəxsi münasibətlərdə sabitlik və emosional güvən önəmli olacaq. Partnyorunuzla münasibətlərdə anlayışlı olmaq və qarşılıqlı ehtiyaclara diqqət yetirmək münasibətləri gücləndirəcək. Tək olan boğalar üçün isə bugün tanışlıqlar baxımından sakit keçə bilər, lakin daxili harmoniya üçün vaxt ayırmaq dəyərli olacaq. Pul məsələlərində ehtiyatlı və planlı yanaşma uğur gətirə bilər. Bugün qənaət və gələcək üçün maddi planlama aparmaq üçün münasib zamandır. İri xərclərdən çəkinmək və büdcəni yenidən gözdən keçirmək tövsiyə olunur. Sağlamlıq baxımından özünüzü fiziki və emosional olaraq tarazda saxlamaq önəmlidir. Stres və yorğunluq sizi passivləşdirə bilər, ona görə də qidalanma və istirahətə diqqət yetirin. Rahatladıcı fəaliyyətlər və təbiətlə təmas gününüzü daha məhsuldar edə bilər. Bugün boğalar üçün səbir, planlılıq və real yanaşma ilə həm işdə, həm də şəxsi həyatda müsbət nəticələr əldə etmək mümkündür. Əkizlər bürcü 7 may 2025 Əkizlər bürcü üçün günlük proqnoz. Bugün əkizlər üçün ünsiyyət və çeviklik ön planda olacaq. Fikirləriniz sürətlə dəyişə bilər və gün ərzində bir neçə sahəyə maraq göstərə bilərsiniz. Bu enerjili və aktiv temp sizə çox şey öyrənmək və yeni ideyalar qazanmaq imkanı verəcək.
Ancaq diqqətinizi bir nöqtədə toplamaq çətin ola bilər, bu səbəblə prioritetlərinizi düzgün müəyyənləşdirməyə çalışın. İş həyatında yeniliklərə açıq olmaq sizə üstünlük qazandıra bilər. Gözlənilməz danışıqlar, elmaillər və ya görüşlər gündəmi dəyişə bilər. Əlaqələr qurmaq, yeni insanlarla tanış olmaq və ideyalar paylaşmaq üçün əlverişli zamandır. Qərar verməzdən əvvəl bütün detalları öyrənməyə çalışın. Şəxsi münasibətlərdə ünsiyyətin rolu böyük olacaq. Qarşı tərəflə açıq danışmaq, hisslərinizi paylaşmaq münasibətləri gücləndirə bilər. Lakin sözlərinizin təsirini nəzərə alın və tələsik deyil, düşünülmüş şəkildə ifadə etməyə çalışın. Pul məsələlərində dəyişkənlik müşahidə oluna bilər. Kiçik qazanc imkanları ortaya çıxsa da, xərclərə diqqət yetirmək vacibdir. Planlaşdırılmamış alış-verişlər sonradan narahatlıq yarada bilər. Büdcənizə sadiq qalmaq bugün önəmlidir. Sağlamlıq baxımından enerjiniz yüksək olacaq, lakin zehni yorğunluğa qarşı diqqətli olun. Həddindən artıq informasiya qəbulundan uzaq durmaq və istirahətə vaxt ayırmaq faydalı olacaq. Təmiz havada gəzinti və sosial fəaliyyətlər ruh halınızı yaxşılaşdıracaq. Bugün əkizlər üçün ünsiyyət, yeni ideyalar və çevik qərarlar günü olacaq. Fikirlərinizi ifadə edin, lakin səbirli və diqqətli olmağı da unutmayın. Xərçəng bürcü 7 may 2025 Xərçəng bürcü üçün günlük proqnoz. Bugün xərçənglər üçün emosional həssaslıq və daxili güc ön plandadır. Duyğularınız dərinləşə bilər və ətrafınızdakilərin davranışlarına qarşı daha diqqətli olacaqsınız. Bu, həm şəxsi münasibətlərdə, həm də iş həyatında insanlarla daha anlayışlı ünsiyyət qurmağınıza kömək edəcək. İş sahəsində intuisiya və diqqətiniz yüksək olacaq. Ətrafınızda baş verənləri daha incə sezəcək və bu da sizə doğru qərarlar verməkdə yardımcı olacaq. Komanda işində sakit, lakin təsirli mövqe tuta bilərsiniz. Uzun müddətli layihələrə fokuslanmaq və mövcud tapşırıqları diqqətlə tamamlamaq üçün münasib zamandır. Şəxsi münasibətlərdə dərin emosional bağlara ehtiyac artacaq. Əgər münasibətlərinizdə anlaşılmazlıq yaşanırsa, bugün sakit söhbət və dürüstlük vasitəsilə bir çox məsələni aydınlaşdırmaq mümkündür. Ailə üzvləri ilə vaxt keçirmək və səmimi anlar münasibətləri daha da möhkəmləndirəcək. Pul məsələlərində sabitliyə üstünlük verəcəksiniz. Büdcənizi qorumaq və lazımsız xərclərdən uzaq durmaq üçün ehtiyatlı davranmaq vacib olacaq. Maliyyə planlarınızı təkmilləşdirmək və uzun müddətli məqsədlərə yönəlmək üçün münasib gündür. Sağlamlıqla bağlı emosional gərginlik sizi bir qədər yorğun edə bilər. Dincəlmək, rahatladıcı fəaliyyətlərə zaman ayırmaq və daxili sakitliyi qorumaq enerjinizi bərpa edəcək. Yuxu rejiminizə və qidalanmanıza diqqət yetirmək faydalı olacaq. Bugün xərçənglər üçün emosional sabitlik, anlayışlı yanaşma və dərin əlaqələr qurmaq üçün əlverişli bir gündür. Səbirli olun və daxili gücünüzə güvənin. Şir bürcü 7 may 2025 Şir bürcü üçün günlük proqnoz. Bugün şirlər üçün özün ifadə və diqqət mərkəzində olmaq ehtiyacı güclənə bilər. Liderlik bacarıqlarınız və təbii cazibəniz sayəsində ətrafınızdakilərin marağını cəlb edə bilərsiniz. Lakin bu enerjini doğru yönləndirmək və egoya qapılmadan davranmaq vacib olacaq. Əgər məqsədlərinizə fokuslana bilsəniz, əhəmiyyətli irəliləyişlər mümkündür. İş həyatında təşəbbüskar və motivasiyalı olacaqsınız. Yeni layihələrə başlamaq və ya mövcud işləri genişləndirmək üçün əlverişli zamandır. Rəhbərlik və ya nüfuzlu şəxslərlə ünsiyyətə girərkən öz fikirlərinizi inamla ifadə edin, amma qarşı tərəfi də dinləməyi unutmayın. Şəxsi münasibətlərdə diqqət və sevgiyə ehtiyacı artacaq. Əgər münasibətiniz varsa, qarşı tərəfdən maraq gözləyə bilərsiniz. Səmimi və diqqətli davranmaq münasibətləri daha da istiləşdirəcək. Tək olan şirlər isə bugün yeni və maraqlı tanışlıqlarla qarşılaşa bilər. Pul məsələlərində riskli addımlardan çəkinmək tövsiyə olunur. Hər nə qədər qazanc fürsətləri cazibədar görünsə də, təhlil aparmadan qərar verməyin. Büdcənizə uyğun davranmaq və planlı şəkildə irəliləmək daha uğurlu olacaq. Sağlamlıqla bağlı enerjiniz yüksək olacaq, lakin özünüzü həddindən artıq yükləməkdən çəkinin.
Fiziki fəaliyyət üçün əlverişli gündür, lakin istirahəti də unutmayın. Ruh halınızı yüksək saxlamaq üçün sevdiyiniz işlərlə məşğul olmaq sizə yaxşı təsir göstərəcək. Bugün şirlər üçün öz gücünü göstərmək və diqqəti cəlb etmək üçün münasib zamandır. Ancaq balanslı və məsuliyyətli yanaşma daha dəyərli nəticələr gətirəcək. Qız bürcü 7 may 2025 Qız bürcü üçün günlük proqnoz. Bugün qızlar üçün diqqət və detallara fokuslanma ön planda olacaq. Günün enerjisi işlərinizi sistemli və nizamlı şəkildə aparmağınıza şərait yaradacaq. Kiçik detallara diqqət yetirmək uzun müddətli nəticələr üçün faydalı ola bilər. Bugün başqalarından gözlədiyiniz dəstəyi əldə etmək üçün güvəndiyiniz insanlarla yaxşı ünsiyyət qurmaq önəmlidir. İş həyatında daha çox məsuliyyət və diqqət tələb oluna bilər. Proyektləri tamamlamaq, tapşırıqları düzgün şəkildə yerinə yetirmək üçün vaxtınızı yaxşı idarə etməlisiniz. Yeni imkanlar olsa da riskləri qiymətləndirmək və qərarları yavaşca vermək daha məqsədə uyğundur. Şəxsi münasibətlərdə açıq və dürüst ünsiyyət vacibdir. Qarşı tərəfin duyğularına daha həssas yanaşmağa çalışın və hər hansı bir anlaşılmazlıq yaranarsa, sakit və diqqətli şəkildə məsələləri həll edin. Ailə üzvləri və yaxınlarla daha çox zaman keçirmək və onlara dəstək olmaq münasibətləri möhkəmləndirəcək. Pul məsələlərində qənaətcil və praktiki yanaşma üstünlük təşkil edəcək. İri xərclərdən qaçınmaq və büdcənizə nəzarət etmək önəmlidir. Gəlirlərinizin sabitliyini qorumağa çalışın və gözlənilməz xərclərə qarşı ehtiyatlı olun. Sağlamlıq baxımından yaxşı bir enerjiniz olacaq. Fiziki olaraq aktiv qalmaq və gündəlik rejiminizə diqqət yetirmək vacibdir. Həmçinin rahatlaşdırıcı və stres azaldıcı fəaliyyətlərə də zaman ayırmaq faydalı olacaq. Bugün qızlar üçün diqqət, planlama və səbirli yanaşma ilə iş və şəxsi həyat sahələrində müsbət nəticələr əldə etmək mümkündür. Tərəzi bürcü 7 may 2025 Tərəzi bürcü üçün günlük proqnoz. Bugün tərəzilər üçün balans və harmoniya axtarışı ön planda olacaq. Günün enerjisi həm iş, həm də şəxsi həyatınızdakı əlaqələri nizamlayaraq daha təmkinli və qaydalı bir şəkildə irəliləməyinizə şərait yaradacaq. Hisslərinizdə daha çox qarışıqlıq və ya qərarsızlıq hiss edə bilərsiniz, amma günün sonuna doğru daha aydın qərarlar qəbul etməyiniz mümkündür. İş həyatında əməkdaşlıq və komanda işinə önəm vermək faydalı olacaq. İdeyalarınızı paylaşmaq və başqalarının fikirlərini dinləmək sizi uğura yaxınlaşdıracaq. Yaxın əməkdaşlarınız və rəhbərliklə münasibətlərdə diqqətli və diplomatik yanaşma sərgiləməyə çalışın. Çoxsaylı işlər arasında prioritetləri düzgün müəyyənləşdirmək vacibdir. Şəxsi münasibətlərdə qarşı tərəfdən dəstək almağa və bir-birinizlə uyğunlaşmağa ehtiyacınız olacaq. Münasibətlərdə daha çox anlayış və qarşılıqlı hörmətə önəm verin. Öz hisslərinizi daha açıq şəkildə ifadə etmək sizə rahatlıq verəcək. Eyni zamanda başqalarının hisslərinə qarşı daha həssas olun. Pul məsələlərində müvafiq qərarları vermək üçün daha çox diqqət və təhlil tələb olunur. Bugün maliyyə məsələlərində ehtiyatlı olmaq və gələcək üçün qənaət etmək faydalı olacaq. Riskli yatırımlar və ya xərclərdən çəkinin. Sağlamlıq baxımından gün ərzində enerjiniz stabil ola bilər, amma stressin qarşısını almaq üçün dinlənməyi və rahatlayıcı fəaliyyətlərə zaman ayırmağı unutmayın. Yüngül idman və ya təbiətdə gəzinti sizin üçün faydalı olacaq. Bugün tərəzilər üçün harmoniya, qarşılıqlı anlaşma və diqqətli qərarlar önəmlidir. Səbirli və balanslı yanaşma ilə həm şəxsi, həm də iş həyatınızda müsbət nəticələr əldə edə bilərsiniz. Əqrəb bürcü 7 may 2025 Əqrəb bürcü üçün günlük proqnoz. Bugün əqrəblər üçün güclü intuitiv qabiliyyətlər və emosional dərinlik ön planda olacaq. Hissləriniz güclənə bilər və bu həm şəxsi, həm də peşəkar həyatınızdakı məsələlərdə daha dəqiq qərarlar qəbul etməyinizə kömək edəcək. Həm daxili, həm də xarici vəziyyətlərə çox duyarlı olacaqsınız, buna görə də intuisiya və hisslərinizə etibar etmək faydalı olacaq. İş sahəsində güclü rəhbərlik qabiliyyətiniz və qərar vermə bacarığınız ön plana çıxacaq. Bugün hətta ən çətin vəziyyətlərdə belə soyuqqanlı və məqsədyönlü olmaq sizə uğur gətirəcək.
Komanda içində və ya tək başına çalışarkən mükəmməl nəticələr əldə etmək üçün diqqətli və detallara yönəlmiş yanaşmanı davam etdirin. Şəxsi münasibətlərdə səmimiyyət və etibar axtarışında olacaqsınız. Emosional bağlar güclənə bilər, amma qarşınızdakı insanla daha dərindən əlaqə qurmaq üçün açıq və dürüst olmaq vacibdir. Hisslərinizin dərinliyi münasibətlərə müsbət təsir edə bilər, amma həm də anlaşılmazlıq riskini nəzərə alaraq daha həssas olun. Pul məsələlərində ehtiyatlı olmaq və hər bir xərci diqqətlə təhlil etmək lazımdır. Qısa müddətli gəlirlər mümkündür, lakin uzun müddətli maliyyə planları qurmaq üçün daha mühafizəkar yanaşma sərgiləmək tövsiyə olunur. Həmçinin böyük maliyyə qərarları vermədən əvvəl daha çox məlumat toplamağa çalışın. Sağlamlıq baxımından enerjiniz yüksək ola bilər, amma emosional yük və stres sizi yorğun edə bilər. Gün ərzində sakitləşdirici fəaliyyətlərə, məsələn, meditasiya və ya təbiətdə gəzintiyə vaxt ayırmaq faydalı olacaq. Həmçinin fiziki fəaliyyət də əhvalınızı yaxşılaşdıracaq. Bugün əqrəblər üçün güclü intuisiya və emosional dərinliklə həyatınızın müxtəlif sahələrində irəliləmək mümkündür. Səbirli və diqqətli yanaşma həm işdə, həm də şəxsi həyatda uğur gətirəcək. Oxatan bürcü 7 may 2025 Oxatan bürcü üçün günlük proqnoz. Bugün oxatanlar üçün yeniliklərə açıq olmaq və yeni perspektivlər axtarmaq üçün əlverişli bir gündür. Düşüncə tərziniz genişlənəcək və müxtəlif sahələrdə yeni ideyalar yaranacaq. Günün enerjisi sizi irəliyə doğru hərəkət etməyə təşviq edəcək. Yeniliklər və dəyişikliklərdən qorxmadan bunları öz həyatınıza daxil etməyə çalışın. İş həyatında qərar vermə mərhələsi ola bilər. Gələcəyin planlarını qurmaq və yeni layihələrə başlamaq üçün uyğun vaxtdır. Lakin tələsik addımlar atmamağa çalışın. Hər bir qərarı mövcud şəraiti nəzərə alaraq dəqiq qiymətləndirmək daha yaxşı nəticələr verəcək. Sizin üçün sosial əlaqələr və əməkdaşlıq önəmli olacaq. Şəxsi münasibətlərdə ünsiyyət və açıq danışıq önə çıxacaq. Qarşı tərəflə olan münasibətlərdə dürüst və səmimi olmaq vacibdir. Hisslərinizi ifadə etməkdən çəkinməyin. Tək olan oxatanlar üçün də maraqlı tanışlıqlar və yeni əlaqələr qurmaq üçün yaxşı gündür. Pul məsələlərində diqqətli və planlı yanaşma önəmlidir. Maliyyə məsələlərində sabitlik təmin etmək üçün əvvəlcədən planlama aparmaq vacibdir. Həmçinin gözlənilməz xərclər və ya gəlirlər ola bilər, buna görə də büdcənizi nəzarət etmək faydalıdır. Sağlamlıqla bağlı bugün daha çox enerji və fiziki aktivlik istəyiniz ola bilər. Ancaq həddindən artıq yorulmaqdan çəkinməli, balanslı bir şəkildə fəaliyyət göstərməyə diqqət etməlisiniz. Yüngül idman və təbiət gəzintiləri həm fiziki, həm də zehni sağlamlığınız üçün faydalı olacaq. Bugün oxatanlar üçün yeniliklərə açıq olmaq, səmimi ünsiyyət qurmaq və balanslı yanaşma ilə həm iş, həm də şəxsi həyatda müsbət nəticələr əldə etmək mümkündür.